Selam, Reopen Media'nın Renews Haber kanalı canlı yayıma başlayır stüdyoda Diana Karapetyan işleyir. Amerika Birleşmiş Ştatların Prezidenti Donald Trump az evvel açıklama verip ve bildirip ki TF'ler ateşkes rejimini bozublar. İsrail'den ve İran'dan narazıyam ama İsrail'den daha çok narazıyam. İran öz nüve programını hiç vaxt berpa etmeyecek diye Trump bildirip. Dünən Trump sosyal şebekede hesabında yazıp ki ABŞ güç yolu ile değil diplomatik vazitelerle bölgede sabitliği temin etmeye çalışır ve ilave edip ki tehribatlara bakmayarak Amerika Birleşmiş Ştatların geniş miqyaslı hərbi ekskalasiyadan kaçmağa çalışacak. Bu açıklama İran'ın Geter'de yerleşen ABŞ hərbi bazasına indirdiği raket zərbəsindən derhal sonra gelip. İsrail'in baş nazirinin ofisi bildirip ki İsrail İran'ın nüve ve balistik raketlerinden yaranan tehlikeni aradan kaldırmak məqsədinə nail olub. Trump'ın bu açıklaması beynəlxalq arenada geniş rezonans doğurup, ekspertler ise bunu Washington'un regiondaki strateji mövqeyini yeniden nəzərdən keçirməsi kimi qiymətləndirilir. Amerika Birleşmiş Ştatların İran'ın nüve programına ne derecede ciddi zarar vurduğunu anlamak mümkün değil. Bunu Rusya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Elbette müvafiq kanallar vazitəsilə müəyyən məlumatlar daxil olur, lakin hələ çox az vaxt keçib. Şübhəsiz ki, vəziyyəti yerindən təhlil etmək lazımdır. Nə qədər ciddi zarar olduğunu başa düşək, o jurnalistlərə bildirib. O həmçinin vurğulayıb ki, əgər İran və İsrail arasında ateşkəsə nail olunubsa, Rusiya bunu alkışlayır. Əgər həqiqətən ateşkəsə nail olunubsa, bunu yalnız alkışlamaq olar. Peskov əlavə edib ki, Rusiyada bunun davamlı ateşkəs olunması ümid edirlər. Beləliklə görünən odur ki, bölgədə gərginlik nisbətən azalmaqdadır və beynəlxalq ictimaiyyət qarşıdurmanın genişlənməsinin qarşısını almağa çalışır. Bu da bizə imkan verir ki, diqqətimizi daha çox özümüzü maraqlandıran məsələlərə yönəltməyə. Gəlin baxaq, bugün Azərbaycanda hansı əsas hadisələr baş verir? İqtisadiyyat, daxili siyasət, sosial dəyişikliklər. Bu və digər mövzularda ətrafda məlumat verməyə çalışacağıq. İlk olaraq gündəmin 10 sıralarında yer alan xəbərlərə davam edək. Beynəlxalq Mətbuat İnstitutu Abzas media işi çərçivəsində təqsirləndirilən 7 jurnalistə çıxarılan uzun müddətli həbs qərarlarını qətiyyətlə pisləyib. Beynəlxalq Mətbuat İnstitutunun bəyanatında bildirib ki, jurnalistlərin yeganə cinayəti Azərbaycan hakimi elitasının korrupsiya faktlarını işlədirmək olub. Bu mövzu ilə bağlı hazırladığımız reportajı izləməyə təklif edirik, sonra isə geri qayıdaq. Beynəlxalq Mətbuat İnstitutu Absas media işi çərçivəsində təqsirləndirilən 7 jurnalistə çıxarılan uzun müddətli həbs qərarlarını qətiyyətlə pisləyib. İyunun 20-sində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən Absas medianın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqif qızı, araşdırmacı jurnalist Hafiz Babalı və Azadlıq Radiosunun əməkdaşı, iqtisadçı Fərid Mehralzadə hər biri 9 il, layihə koordinatoru Məhəmməd Kekalov 7 il yarım, reportyorlar Nərgiz Absalamova və Elnara Qasımova isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Beynəlxalq Mətbuat İnstitutunun bəyanatında bildirilib ki, jurnalistlərin yeganə cinayəti Azərbaycan hakim elitasının korrupsiya faktlarını ictimailəşdirmək olub. Onlara qarşı irəli sürülmüş xarici valyuta qaçaqmalçılığı ithamlarının reallıqla heç bir əlaqəsi yoxdur və bu, yalnız jurnalistləri həbsə atmaq üçün düşünülmüş bəhanədən başqa bir şey deyil. Onlara kəsilən bu ağır cəzalar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan hakimiyyətinin mətbuat azadlığı prinsiplərinə tamamilə hörmətsiz yanaşdığını nümayiş etdirir. Bəyanatda qeyd edilir ki, bu hökm son aylarda Azərbaycanda artan jurnalist həbsləri dalğasının davamıdır. Azərbaycanda jurnalistlərin kütləvi həbsləri davam edir və müxtəlif ithamlarla 20-yə yaxın jurnalist məhkəmə qarşısını gözləyir. Təşkilatın monitoringinə əsasən, ölkə üzrə ən azı 25 media işçisi hazırda həbsdə saxlanılır. Bu qərarı daha əvvəl Jurnalistləri Müdafiə Komitəsi də pisləyib. Onlar bildiriblər ki, bu ağır hökmlər Azərbaycan hakimiyyətinin ölkədə qalan azad medianı da məhv etmə niyyətini açıq şəkildə göstərir. Jurnalistlərin həbsləri ilə yanaşı qeyd edək ki, Azərbaycanda indi sadəcə olaraq o ölkənin vətəndaşları, Azərbaycanda baş verən korrupsiyalar haqqında yazanlara qarşı deyil, artsaq siyasi hərbi rəhbərliyinə qarşı saxta məhkəmələr də davam edir.
Məhkəmələr indiyə kimi qapalı şəkildə keçirilir, beynəlxalq standartlara cavab vermir. Bu proseslərdə şəffaflıq təmin edilmir, hüquqi müdafiə hüquqları məhdudlaşdırılır. Məşhur erməni iş adamı və ictimai xadim Ruben Vardanyan da özünün saxlanma şəraiti və məhkəmə proseslərində baş verən insan hüquqları pozuntuları haqqında dəfələrlə ictimaiyyətə məlumat verib. Azərbaycanda insan hüquqları ilə bağlı durum uzun müddətdir ki, dəyişməz olaraq acınacaqlı səviyyədə qalır və əsas hüquq və azadlıqlar sistematik şəkildə məhdudlaşdırılır. Reportajımızda biz Qarabağın keçmiş rəhbərliyindən də bəhs etdik. Qeyd etmək lazımdır ki, onların məhkəmə prosesləri hazırda olduqca tez keçirilir və əsas diqqət 2016-cı ilin aprel döyüşləri ilə bağlı göstərici xarakterli ifadələrin səsləndirməsinə yönəlib. Bu isə müstəqil müşahidəçilər və hüquqşünaslar arasında ciddi suallar və narahatlıqlar doğurur. Məhkəmələrinin bu şəkildə təşkil Azərbaycanın hüquqi sisteminə və onun beynəlxalq öhdəliklərinə kölgə salır. Azadlıqdan məhrum etmə ilə bağlı xəbərləri davam etdirik. Dövlət Təhlükəsizlik Xidmətinin son günlərdə həyata keçirdiyi əməliyyat nəticəsində Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiləyevin saxlanılıb. O, bu vəzifəni 2010-cu ildən icra edirdi və beləliklə barəsində cinayət işi açılan icra başçılarının siyahısında daha bir əlavə olunmuş oldu. Hazırda həbsdə olan və barələrində müxtəlif məhkəmə qərarları çıxarılmış sabiq icra başçılarının adları indi qarşınızdadır. Müşahidəçilər bu həbslərin ölkədə sistemli korrupsiyaya qarşı mübarizənin bir hissəsi olduğunu bildirsələr də, bəzi hallarda siyasi motivlərini də mümkünlüyü istisna edilmir. Milli Məclisin deputatı Nizami Səfərov bildirib ki, Azərbaycan müharibə cinayətlərində ittiham olunan şəxslərə qarşı güya ədalətli məhkəmə prosesi aparır və beynəlxalq hüquqa ciddi şəkildə əməl edir. Lakin bu açıqlama Azərbaycanda artıq qeyd etdiyimiz kimi siyasi motivlərlə həbs olunan və girov götürülmüş erməni siyasi və mülki şəxslərin vəziyyətindən fərqlidir. Bu şəxslər heç bir hüquq və normallara riayət olunmadan, hətta bu hüquqların qobud pozulması ilə müxalif əsassız ittihamlarla mühakimə olunarlar və bu yanaşma yeni deyil. Bu aydın siyasi strategiyadır, hətta psixoloji təzyiq vazitəsidir. Məsələn, Qaqiq Voskanyan hadisəsini xatırlamaq olar. O, təsadüfən Erməni-Azərbaycan sərhədindən keçərkən tutulub, uzun müddətli məhkəmə prosesindən sonra təxminən 20 il müddətinə azadlıqdan məhrum edib və daha sonra Nikol Paşinyanla razılaşma əsasında digər girovlarla birlikdə Ermənistana qaytarılıb. Bakıdakı digər girov isə Suriyadan olan Vigen Evcekcan adlı erməni vətəndaşıdır. O, Şuşa şəhərinin işğalından sonra dostu ilə əşyalarını daşıyırmış. Maral bir müddət sonra erməni tərəfə təhvil verilib, amma Vigen haqqında dəfələrlə müxtəlif, bəzən dəhşətli xəbərlər gəlir. Milli Məclisin deputatı Rizvan Nəbiyev bu yaxınlarda sərhədlərin bağlı qalmasının əsas səbəbini pandemiyadan daha çox regional təhlükəsizlik və geosiyasi vəziyyətlə əlaqələndirib. O bildirib ki, Ermənistanla sərhəddə hələ də ciddi gərginlik mövcuddur və buna görə sərhədlərin bağlı qalması Azərbaycanın strateji maraqlarının qorunması üçündür. Biz dəfələrlə öz efirlərimizdə bu məsələ ilə bağlı çıxış etmişik və vurğulamışıq ki, sərhədlərin bağlı qalmasının əsas səbəbi koronavirus deyil, məhz Ermənistanla təhlükəsizlik problemləridir. Bu baxımdan sərhədlərin bağlı qalmasının arxasında Azərbaycanın dəqiq nəyi hədəfləyi məlum deyil. Lakin aydın odur ki, bu addım bölgədə sülhün bərəkər olunması məqsədi daşımır. Əksinə, əgər belə olsaydı, İlham Əliyev sülh prosesləri sabotaj etməz, davamlı olaraq Qərbi Azərbaycan kimi saxta narrativləri gündəmə gətirməzdi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bildirib ki, Azərbaycanda artıq 5 ildir ki, sülh tam təmin olunub və əlbəttə sərhədimizin və tayında sülh nə qədər tez təmin olunursa, həm həmin ölkələr, həm də təbii ki, biz özümüz üçün daha yaxşı olar. Reallıq budur ki, bugün ölkəmizin bütün dünyada sabitliyin, inkişafın və tərəkkənin məkanı kimi tanınır və biz bu şöhrəti öz zəhmətimiz, əzmkarlığımız və düşünülmüş siyasətimiz sayəsində qazanmışıq deyə Əliyev bildirib.
Bu beyanatla İlham Aliyev sülhü vurgunulsa da Gerbi Azerbaycan meselesini gündeme getirmekle əslində sülhsevər yolu oynayır. O bu mövzu ile hem daxili hem de beynəlxalq ictimaiyyətə mesaj verir ki, sülh istəyir, amma eyni zamanda öz ərazi ideyalarından imtina etmir ve meselesi siyasi strategiyanın bir hissəsi kimi saxlayır. Bu hem diplomatik oyun hem de siyasi tezik vazifəsidir. Azərbaycan prezidenti İlham Aliyevin bu beyanatına Ermənistan Xarici İşlər Nazirliyi dünən verdiyi açıklama ile reaksiya verib. Nazirlik aydın şəkildə bildirib ki, Ermənistan ərazisində Gerbi Azərbaycan ola bilməz. Resmi Bakıdan bu beyanata necə reaksiya verəcəyi hələlik məlum deyil. Gözləyək və görək resmi Bakı bu məsələyə necə cavab verəcək. Ermeni Kiyev'lerde bugün sakitlik ve dinclik hüküm sürür. Başnazir Nikol Paşinyan resmi açıklama ile çıkış edip. Ermenistan Başnazir Nikol Paşinyan yazıp ki, Ermenistan elektrik şebekeleri dövlətləşdirilmesi planı hazırdır. Çox yaxın zamanda praktik mərhələyə keçiriləcək. Prosesler Ermenistan Respublikasının qanunvericiliğine uyğun həyata keçiriləcək deyə o bildirib. Bu proses Ermeni iş adamı Samvel Karapetyanın etrafında yaranan hüquqi problemler ve Paşinyan-Karapetyan arasındaki qarşıdurmanın fonunda meydana çıxıb. Dövlətləşdirmə həm iqtisadi, həm də siyasi motivlərlə bağlıdır və Paşinyanın rəqiblərinə qarşı strateji üstünlük əldə etmək cəhdi kimi qiymətləndirir. Gürcüstan Başnazirinin birinci müavini İqtisadiyyat ve Davamlı İnkişaf Naziri Levan Davitaşvili istefa verib. Xatırladaq ki, bir neçə gün öncə İqtisadiyyat Nazirinin sabiq müavini Romeo Makuadadze külli miqdarda qanunsuz vəziyyət əldə edilməsi və qanunsuz vazitələrin legallaşdırılması ittiham ilə həbs edilib. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin rəhbəri Rafael Grossi İranın Xarici İşlər Nazirinin Abbas Arakçiyə görüş təklif edib. Bununla bağlı Grossi özünün X hesabında paylaşım edib. Mən İrandakı vəziyyətlə bağlı bəyanatları alqışlayıram. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlığın davam etdirilməsi uğurlu bir razılaşmanın açarıdır. Mən Abbas Arakçiyə mesaj ünvanlayaraq görüş təklif etmişəm və əməkdaşlığımızın davam etdirilməsinin diplomatik yolu getirip çıxarılacağını bildirmişəm, Rafael Grossi qeyd edib. NATO samitinde bugün Türkiye Prezidenti Recep Tayyip Erdoğan ve Amerika Birleşmiş Ştatların Prezidenti Donald Trump arasında görüş keçiriləcək. Gözlənilir ki, Erdoğan bu görüşdə Türkiye'nin S-400 hava müdafiə sistemlerinin müqaviləsinə görə tətbiq olunan qadağasının ləğvini tələb edəcək. Bu məsələ bölgədə və transatlantik münasibətlərdə gərginlik mənbəyi olaraq qalır və NATO samitində mühüm müzakirə mövzularından biri olacaq. Bu görüş ABŞ-Türkiye münasibətlərinin gələcəyi üçün əhəmiyyətli addım kimi qiymətləndirilir. Bugünkü buraxılışda sizinle paylaşacaklarımız bu qədər idi. Renews Xəbər kanalın Azərbaycanca xidmətini izləməyə davam edin. Obyektiv və dəqiq informasiya üçün biz regiondakı vəziyyəti izləməyə davam edəcəyik və sizə yalnız faktlara əsaslanan məlumatları çatdıracağıq. Siz bizi YouTube, Telegram, Instagram, X, Facebook, Spotify'da tapa bilərsiniz və ya bizi reopen.media saytında izləyə bilərsiniz. Bugünlük bu qədər və görüşənədək sağ olun.